Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə bu haqda danışan bir neçə abunəçim bu haqda sual verir ki, lal ördəklərimiz bir yerdə yatır, nə edək? O haqda danışıb məlumat vermək istərdim. Əziz izləyicilər, onu qeyd edim ki, lal ördəyin ikisinin bir yerdə yatmağı yaxşı deyil. Bu yanı çıxma, yəni bala cücələrin ördək balasının çıxmağına səbəb olacaqdır. Yəni istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Düzdür. Hamısına aid deyil. Misal üçün, əgər ikisi bir yerdə yumurtayıbsa, məsələn, ikisindən 25, 30 yumurta, 15-15 belə yumurtayıb yatıblarsa, hamısı çıxmaya bilər. Yəni, məsələn, 30 yumurtadan 20-si, 25-i zət belə çıxa bilər. Ancaq onlar ayrı-ayrı yerdə yatanda yaxşı çıxır. Birincisi, əgər düzdür, ördəklər bir yerdə yumurtayırsa, bu onun yumurta veriminə də pis təsir edəcəkdir. Yəni, nə barədə? Əgər bir ördək, belə deyək, 25 dənə, daha doğrusu 20 dənə zət yumurta, 20-21 dənə elə ördək var ki, yumurtayıb yatır. Yumurtayacaqdısa, əgər ikisi bir yerə yumurtayırsa, bu yuvanın dolmağına, məsəl üçün, ayrı-ayrı yumurta yerlərdə yumurtayacaqdılarsa, məsəl üçün 21 biri, 21 biri, ikisi bir yerdə yumurtayanda görəcəklər ki, yeri dolubdur, yumurtayla çoxalıbdır, başlayacaqlar, misal üçün, o 30-da, 31-də, 32-də dayanmağa, yəni 15-16 belə yumurtayıb dayanacaqdır. Siz orada 10-11 bala belə itirirsiniz, yəni yumurta az olur. Və orada da belə deyək, bir yerdə də yatanda həmçinin də yaxşı çıxa bilməyə də bilər də. Düzdür, indi hamısı da çıxa bilər, amma çox vaxtı, misal üçün ikisi bir yerdə yatırsa 30 yumurtanın üstündə çıxacaqdır hardasa 25-i, 20-si belə çıxa bilər. Çünki bəzi yumurtalar çöldə qala bilər, ikisi bir yerə yaxşı yığa bilməz, yaxşı çalxalaya bilməz. Yəni belə nəticə ola bilər. Ona görə əziz izləyicilər, nə etməlisiniz? Misal üçün siz ördəklərə yuva düzəldirsinizsə, mənim də kanallarımda var da, ördəyə necə yuva düzəltmək lazımdır lal ördəyə. Düzəldirsinizsə, misal üçün ikisi bir yerdə yumurtayırsa, yığılıb məsəl üçün 30-35 dənə, siz çalışın, görəcəksiniz biri yatır. O yatanda məsəl üçün 20-21 dənə yumurta altına qoyun və 10-15 yumurtanı götürün bu biri tərəfə qoyun və onun ağzını örtün. O biri ördək isə gələcək, görəcək ki, ora bağlıdır və bu üzdə də yumurtalar var və bu üzdə başlayacaq dalını yumurtayıb yatmağa. Həm misal üçün çox yumurta verəcəkdir, dalını yumurtayacaqdır. Həm də ki, yaxşı ayrı yatıb, yaxşı belə deyərdim nəticə olacaqdır. Ona görə çalışın bir yerdə yumurtamasınlar. Hətta ilk günündən əgər görürsünüzsə, misal üçün, axşam yumurta yoxsa, sabah durursunuzsa, bir yuvada 2 yumurtadır, deməli ki, ördək yumurtayıb. Onun yumurtasının birini götürün bu biri tərəfə qoyun ki, qoy şey olsun, yəni belə deyək də, o biri ördək görsün, o üzdə var, geçsin orada yumurtasını. Düzdür, ola bilər ki, ördək belə deyək də təsdir gedər elə həmən yerdə siz götürdükcə yumurtayar. Yerini yumurtasız qoymayın. Yumurtayırlar, məsəl üçün götürür 2 dənə yumurta varsa, birini götürürsüz buzə qoydunuz, sabahsı günü yenə orada, ikisi də orada yumurtadır, 3 dənə oldu, yenə birini götürün buzə qoyun. Qoy yer dolmasın. Bunlar bir-bir beləcə yumurtadıqca ayırın. Və olacaqdır, misal üçün 20 dənə burada yumurta olacaqdır, 20 dənə də bu biri tərəfdə, lap onların ikisi bir yerdə yatsalar da, eyni gündə belə deyim, kürt düşüb yatsalar da, siz biraz qızışandan sonra ananın birini axşam götürün bu biri yumurtaların üstə qoyun, yəni yerləri bir-birinə bənzəsin, bör-bör olsun, qoyun orada yatsın, bu biri tərəfini də ağzını örtün. Səhər-səhər buraxanda yem zat verəndə dursun, yesin, sonra gəlib yerinə girəndən sonra örtün, o biri geçsin, o biri tərəfdə yatsın. Yəni, bax, belə edin ki, onlar ayrı-ayrı yatsın və həm çox yumurta versin, yəni yumurtladıqca götürün bu biri tərəfə qoyun ki, bu biri tərəfdə də yumurta olsun, həm yerində az olsun, görsünlər hələ ki, azdır, başlasınlar yumurtamağa, həm də bu biri tərəfdə də, ikinci tərəfdə də eləyin ki, ayrı yatsın, yəni o birisi yatandan sonra ağzını örtün, bu biri kürt ora girə bilməyəcəkdir və böyürdək
görəcək ki, yumurtalar var. Biraz da belə tükündən zaddan tökün. Da belə elə bir şey deyin ki, özü hazırlayıbdır və özü getsin o biri tərəfdə yatsın. Yəni iki ördək bir yerdə basırmayın. Belə şeylərə keçin. Yəni əgər ikisi bir yerdə yumurtlayırsa yerlərini necə deyim, dəyişin. Bax belə əziz izləyicilər, bu gün də istədim bir balaca bu haqqda danışam, məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sizdən də xahişim odur ki, abunə olun, like qoyun və videoları da təbii ki, paylaşsaz daha sevinərəm. Belə, bu qədər. İnşallah da gələn videolarımda da bir aydan, 2 aydan sonra da gözəl kənd çəkilişlərimiz olacaqdır, qismət olsa. Yəni hələ sürprizlər var, elə yerlərdə çəkilişlər olacaq ki, hələ heç kimin etmədiyi yerlərdə toyuq cinsləri haqqında məlumatlar zad olacaqdır. Belə, sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Sağ olun əziz izləyicilər.